Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol 50 AZM və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv eləyib. Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan da yararlana bilirlər. Bundan əlavə, Trendyoldan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş eləmir. 50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur. Gəl al nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma isə 6.99 AZN sabit ödəniş edilir. Trendyol öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda Trendyolun Azərbaycanda 2 milyondan çox müştərisi var. Son 2 ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.